Salam əziz abituriyentlər. Bugün sizinlə paylaşdığım sualın izahını təqdim edirəm. Əvvəlcə tangens 260 dərəcəni çevirmə düsturundan istifadə edərək tangens 180 dərəcə üstəgələk 80 dərəcə şəklində yazırıq. Və tangens 3-cü rübdə müsbət olduğuna görə müsbət tangens 80 dərəcə alınır və x-ə bərabərdir. Biz bilirik ki, tangens 80 dərəcənin qiyməti kotangens 10 dərəcənin qiymətinə bərabərdir və x-ə bərabərdir. Düzbucaqlı üçbucaqdan istifadə etsək, bucaqlarımız 10 dərəcə və 80 dərəcə işarə etsək, 10 dərəcəli bucaq qarşısındakı katetə 1, 80 dərəcəli bucaq qarşısındakı katetə x desək, tangens 80 və kotangens 10-un uyğun olaraq x-ə bərabər olduğunu alırıq. Pifaqor teoremindən hipotenuzun kök altında x kvadratı plus 1-ə bərabər olduğu alınır. Daha sonra sinus 190 dərəcənin qiymətini çevirmə düsturundan istifadə edərək sinus 180 dərəcə üstəgələk 10 dərəcə şəklində yazsaq, 180 dərəcədən istifadə etdiyimiz üçün sinus 10 dərəcə alınır və 190 dərəcə 3-cü rübün bucağıdır. Sinus 3-cü rübdə mənfi olduğu üçün mənfi sinus 10 dərəcə alınacaq. Düzbucaqlı üçbucaqdan istifadə edərək sinus 10 dərəcənin qiymətini hesablasaq, 10 dərəcə qarşısındakı katet 1-in, hipotenuzumuz kök altında x kvadratı plus 1 olan nisbətidir. Eyni qayda ilə kosinus 170 dərəcəni də hesablasaq, çevirmə düsturundan istifadə edərək kosinus 180 dərəcə çıxaq 10 dərəcə yazmalıyıq və bu zaman 180-dən istifadə etdiyimiz üçün yenə kosinus 10 dərəcə alınacaq. Və 170 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə kosinusun işarəsi mənfi olduğu üçün qarşıya bir mənfi işarəsi yazmalıyıq. Kosinus 10 dərəcənin qiymətini hesablasaq, verilmiş bucağa bitişik katet x-in hipotenuzu x kvadratı plus 1 olan nisbəti alınır. Uyğun qiymətləri yerinə qoyaraq sinus 190 dərəcə üstəgələk kosinus 170 dərəcəni hesablaya bilərik. Demək, sinus 190 dərəcənin qiyməti mənfi 1 bölünsün kök altında x kvadratı plus 1. Üstəgəl, kosinus 170 dərəcənin qiyməti isə mənfi x bölünsün kök altında x kvadratı plus 1-ə bərabərdir. Mənfini qarşıya çıxartsaq, 1 bölünsün kök altında x kvadratı plus 1, üstəgələk x bölünsün kök altında x kvadratı plus 1 alarıq. Ortaq məxrəcimiz eyni olduğuna görə, eyni ortaq məxrəcdə yazsaq, kök altında x kvadratı plus 1-də x plus 1 ifadəsi alınır. Demək, verilmiş ifadənin cavabı mənfi x plus 1 bölünsün kök altında x kvadratı plus 1-ə bərabərdir.